Gününüz xeyirli olsun uşaqlar. 6-cı sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 5-in A variantının izahını paylaşacağıq. Birinci sual. Bitki və heyvanların yaşadığı mühit adlanır. Bitki və heyvanların yaşadığı mühit biz bilirik ki, adlanır nə? Əlbəttə ki, habitat. Qeyd edək habitatı. Daha sonra növbəti suala keçək. Heyvanın yaşadığı mühitdə sağ qalmasına kömək edən bədən üzvü və ya davranış adlanır. Uyğunlaşma. Quşun kütləsini azaldır və uçmağı asanlaşdırır. Əlbəttə ki, burada möhkəm içi boş sümüklər çünki kütləsini azaldır və uçmağı asanlaşdırır deyirlər. Möhkəm içi boş sümüklər. Dördüncü sual. Çiçəklərdən nektar sora bilmək üçün uzun və nazik dimdiyi var. Bəli, bu quş haqqında kitabınızda verilmişdi. Bu kolibri quşudur. Növbəti suala keçək. 5-ci sual. Mimikriya nədir? Mimikriya heyvanların mühitdə hərəkət etməsinə və ya dəyişikliklərinə reaksiya verməsinə səbəb olan uyğunlaşmaya. Xeyr, bu deyil. Növbəti, bitki və heyvanların yaşadığı mühit. Xeyr. Heyvanın başqa heyvana bənzəməsinə imkan verən uyğunlaşma. Bəli, bax bu uyğun gələcək. Qeyd edək o zaman. C variantı. 6-cı sual. Hansı uyğunlaşma davranış uyğunlaşmasıdır? Dəniz kirpisinin tikanları. Xeyr, bu quruluş uyğunlaşmasıdır. Heyvanın yaşadığı mühitdə sağ qalmasına imkan verən fəaliyyət. Bəli, bu davranış uyğunlaşmasıdır. 7-ci sual. Düzgün variantı seçin. Ayların qış yuxusuna getməsi bu davranış uyğunlaşmasıdır. Bəli. Düzgün variant hələ A variantıdır. Digərlərinə baxaq. Köç etmək bu quruluş yox, davranış uyğunlaşmasıdır. Bitkilərin tikanları. Bitkilərin tikanları, bəli, davranış yox, quruluş uyğunlaşmasıdır. Sıx həz, bu da quruluş uyğunlaşmasıdır. Yəni, bunlar səhv verilib, doğru verilən 7-cidə A variantıdır. Digər bir suala keçək. 8-ci sual. Aşağıdakı qarışıq qida zəncirinin düzgün ardıcıllıqla göstərildiyi variantı müəyyən edin. Deməli, gündəcə, su bitkisi, vax, xanı balığı. Biz qida zəncirini düzgün qurmaq istəyiriksə, bu zaman əlbəttə ki, götürərək birinci su bitkisi gəlməlidir. Sonra gündəcə, xanı balığı və vax. Doğru variant, baxaq burada B variantındadır. Sonra növbəti 9-cu sual. Aşağıdakı fikirlərdən hansılar doğrudur? Doğru olan fikirləri seçməliyik. Heyvanların mühitdə hərəkət etməsinə və dəyişikliklərə reaksiya verməsinə səbəb olan uyğunlaşma davranış uyğunlaşmasıdır. Bəli, bax, birinci doğrudur. Çöl sarmaşığı və lobya sürünən gövdələri olan bitkilərdir. Xeyr, 2 səhvdir, 2-ni götürmürük. Çiçəkli bitkilərdə meyvə və toxumun əmələ gəlməsi üçün əvvəlcə mayalanma, sonra isə tozlanma olur. Xeyr, 3 də səhvdir. Heyvanların başqa heyvanlara bənzəməsinə imkan verən uyğunlaşma mimikriyadır. Bəli, bax, 4 doğrudur. Noxud və üzüm dırmaşan gövdələri olan bitkidir. Bəli, 5 də doğrudur. 1, 4, 5. A variantı. Və 10-cu və sonuncu suala da baxaq. 10-cu sualda deyir ki, uyğunluğu müəyyən edin. Biotik amillər hansılardır? Biz bilirik ki, biotik amillər canlı, abiotik amillər isə cansız amillərdir. Biotik amil deyirsə, yəni canlı amillər deyirsə, götürməliyik bitkilər, heyvanlar, mikroorqanizmlər. Deməli, biotikə gedəcək. BCF. BCF birincidə. İkincidə abiotikə də gedəcək. Səhra, okean, göl. A, D, Y. Doğru cavab C variantı. Bu qədər uşaqları bu şəkildə sizinlə A variantının izahına baxmış oldum. Növbəti videoda sizinlə B variantının izahlarını da paylaşacağım. Bu kimi videoların davamlı şəkildə gəlməyini istəyirsinizsə kanala abunə olaraq bəyənməyi unutmayın.